Ötən gün Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə zamanı Nuran Murad Asılovun idarə etdiyi Ford markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb və o, hadisə yerində həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır. Fevralın 26-sı gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Polis tərəfindən keçirilən araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu 2009-cu il təvəllüdlü şəxs saxlanılıb, faktla bağlı araşdırma tədbirləri aparılır. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağın Ələt qəsəbəsində elektrik dayağını naqil quraşdıran zaman 15 metr hündürlükdən yerə yıxılıb. O xəstəxanaya çatdırılsa da orada həyatını itirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Şəmkirdə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub. Rayonun Dəllər Daşbulaq kənd sakini 2002-ci il təvəllüdlü Sərxan Ələkbərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada 1974-cü il təvəllüdlü İmaməddin Cəfərov vurub. Nəticədə 52 yaşlı piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə vəfat edib. Faktla bağlı araşdırma aparılır. Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən polad əritmə sexində güclü partlayış olub. Report xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəaliyyət işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmailov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşqun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlara zəruri tibbi xidmətlər göstərilib.